Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumi təhsil məktəbində Qazax Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Qazax Tovuz Regional STEM müsabiqəsi keçirilib. Daha sonra Qazax Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov çıxış edərək gələn qonaqları salamlayıb və STEM müsabiqəsi məktəbli şagirdlər üçün əhəmiyyətindən danışıb. Müsabiqə istedadlı gənclərin rəngarəng musiqi proqramı ilə davam edib. Daha sonra iştirakçılar şagirdlərdən ibarət komandaların layihələri ilə əyani şəkildə tanış olublar. Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinə marağın artırılması, eyni zamanda onların yaradıcılıq, tədqiqat, əməkdaşlıq və problemləri həll etmə bacarıqlarının inkişaf etdirilməsidir. Yarışda Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 2-ci və 11-ci sinif şagirdləri iştirak edib. İştirakçılar 2-3 nəfərlik komandalar şəklində müəllim mentorun rəhbərliyi ilə müsabiqəyə qatılıblar. Seçim mərhələsində komandalar öz layihələrini video və təqdimat formasında təqdim edib, final mərhələsində isə seçilmiş komandalar layihələrini əyani şəkildə nümayiş etdiriblər. Bugün regionumuzun təhsilin inkişafına mühüm töhfə verən bir təşəbbüsündən regional STEM müsabiqəsindən sizə bəhs edəcəm. Bildiyimiz kimi STEM sadəcə şagirdlərə bilik deyil, həm də mühüm bacarıqların inkişaf etməsi üçün şərait yaradır. Şagirdlərimiz bugünkü yarışda öz mühəndislik bacarıqlarını, təqdimat bacarıqlarını, əməkdaşlıq bacarıqlarını göstərəcəklər. Bugün arxeoloji qazıntılar haqqında modellər hazırlamışdıq. Hamının xoşuna gəldi. Qeyd edək ki, müsabiqə Qazax Tovuz Regional Təhsil İdarəsinin və Tovuz STEM mərkəzi tərəfindən təşkil olunub. Kamran Əskiparalı, Banu Hüseynli, Səs TV Xəbər, Tovuz.